Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Gələk bu gün Gənclərə Nəsihət şeiri haqqında müəyyən qədər danışaq, daha sonra da şeirləri təhlil edirik. Deməli, Gənclərə Nəsihət şeiri Əfsələddin Xəqaninin ən məşhur şeirlərindən biridir. Şeir deməli məsnəvi şəklində yazılmış. Baxın, burada belə bir qanunauyğunsuzluq var. Əsər məsnəvi şəklində yazılıbdır. Məsnəvi şəklində yazılıbdır. Məsnəvi janrında yazılmayıbdır. Başa düşdünüz? Deməli, əsər məsnəvi şəklində yazılmışdı. Daha sonra cavanlara, eləcə də cavanlara, yaşlılara, qocalara hər birinə nə göstərir? Yəni bir növ tərbiyəvi, əhəmiyyətli bir şeirdir. 12-ci əsrə aid olan nümunədir və yazılma dili nədir? Fars dilində yazılmışdı. Ancaq öz dilimizə tərcümə olunmuş daha sonra. Başlayaq. Deməli, əsərin qafiyə quruluşu necədir? Baxın. Fitnə törətmə, ey fitnəkar cavan. Fitnədir elləri dərdlərə salan. Deməli nədir? A. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər, onu tarimar. B, C, D şəklində nə eləmişdi? Yazılmışdı. Okey. Bu bunun burası. Daha sonra da başlayaq nə eləməyə? Başlayaq şeirimizi təhlil etməyə. Fitnə törətmə, ey fitnəkar cavan. Deməli, əsər nə ilə başlayır? Müraciət hissəsindən başlayır. Fitnəkar cavana nədir? Müraciət eləyir. Deyir ki, fitnə törətmə. Yəni nə eləmə? Aravuranlıq eləmə, ey fitnəkar cavan. Fitnədir elləri dərdlərə salan. Elləri dərdlərə salan nə oldu? Fitnə oldu. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər, onu tarimar. Yəni deyir ki, uşaqlar, canın bir dərmanı varsa, o da vəfadır və etibardır. Ancaq həmin o aravuranlıq nə eləyir? O vəfanı və etibarı tarimar eləyir. Hilə oğurluqdur, xoş da əvvəli, oğrunun axırda kəsilər əli. Oğurluq olan nədir? Hilədir. Deməli, nədir? Hilədir. Məsələn, testlərə gətirmən olsam şəxsən belə bir sual soraram. Deyər ki, fitnəkarlıq oğurluqdur. Doğrudur mu? Xeyr. Niyə? Çünki burada oğurluq olan nədir? Hilədir. Və onun əvvəli xoşdur. Bəli. Axırda nə eləyir oğurun əli? Kəsilir. Nifaq xəstəsisən, nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. Nə qədər ki deyir o bir növ aravuranlıq xəstəsisən, o zaman nə eləyərsən? O zaman bir növ kiməsə dərman olmaqdan ziyan görərsən. Vəfa küçəsində ev tut, yəqin bil, vəfa mənzilidir, ən yaxşı mənzil. Deməli nə deyir? Harada deyir ki, mənzil tut? Vəfanın küçəsində. Elə? Ən yaxşı mənzil haradır? Vəfa mənzilidir. Bugün yoxdursa da, kimsə də vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Deməli, kimsə də vəfa varmı? Yoxdur. Deyir ki, bugün deyir, yoxdursa da kimsə də vəfa. Ancaq deyir, şairin burada vəsiyyəti varmı? Bəli, testə düşə bilər. Şairin vəsiyyəti varmı? Təbii ki, var. Vəsiyyət deyir edirəm ki, olma bir vəfa. Onun vəsiyyəti nədir? Bir vəfa cavanlara deyir ki, yəni ümumiyyətcə hamıya deyir ki, bir vəfa olmayın. Çalış az dostluq et. Etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Bir növ indiki dövrümüzü xatırladı da uşaqlar. Deyir ki, çalış deyir az dostluq et. Yəni hər adamla dostluq eləmək olmur da. Çalış az dostluq et. Etsən də əgər, dostluqda da deyirsən deyir möhkəm ol. Yəni dostluqda deyir bir növ sadiq ol dostluğuna. Sözündə də nə ol? Sözün üstə dur, sözünün bit olur. Deməli, bu vərəqi biz nə elədik? Demək təhlil elədik. Başlayaq indi bir daha. Deməli, əsər hansı dildə yazılmışdı? Fars dilində yazılmışdı. Elə, əsər hansı janrda yazılmışdı? Bunun janrı bəlli deyil. Bəs hansı şəkildə yazılmışdı? Məsnəvi şəklində yazılıbdı. Eləmi? Deməli, şair əsər nə ilə başlayır? Əsər deməli müraciətlə başlayır. Cavanlara deməli nə eləyir? Müraciət eləyir. Nə deyir? Deyir ki, aravuranlıq eləmə deyir. Çünki deyir, aravuranlıq nə eləyir? Elləri dərdlərə salır. Cana məlhəm olan nədir? Nə idi? Vəfa və etibar idi. Nə onu tarimar eləyirdi? Fitnəkarlıq. Oğurluq olan nə idi? Hilə idi. Hilənin əvvəli xoşdurmu? Bəli. Lakin sonda nə olur? Oğrunun əli kəsilir. Nifaq xəstəsisən, nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. Harada deyir ki, mənzil tut? Vəfa küçəsində. Çünki niyə? Niyə deyir vəfa küçəsində mənzil tut? Çünki ən yaxşı mənzil vəfa mənzilidir. Şairin vəsiyyəti nədir? Cavanlara deyir ki, bir vəfa olma. Çalış az dostluq et. Deməli, deyirmi çox dostluq et? Xeyr. Deyir, çalış deyir az dostluq et. Etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Bura qədər yaxşı gəlir. Şair daha sonra da indi fikirlərimizin üst-üstə düşmədiyi məqam var. Yəqin ki, siz də məndən razılaşarsınız. Dostu qovanları alma yanına.
Yoxsa gözün ağlar öz əhvalına. Əsərdə nə deyir? Deyir ki, dostu qovanları alma yanına. Niyə? Çünki gözün deyir, özünün öz əhvalına gözün ağlar. Dostun haqlı vursa, birini zinhar deməkdir, layiqdir, çıxma havadır. Yəni burada müəyyən qədər indi şey var da, bəlkə indi səhv insana məxsusdur. Bəlkə bu da səhv eləyə bilər. Aha, deyir dostun deyir, haqlı olaraq deyir birini deyir vursa deyir, sən deyir onun deyir həmin o vurulan insanın nə tutma, tərəfini deyir tutma. Aha, dost müttəhim edib kimi etsə də, qardaşın olsa da önünə sədd çək. Aha, hətta belə deyir ki, dostun deyir, bir növ deyir, qardaşını da deyir rədd eləsə, o deyir, qardaşındırsa qardaşını da deyir, üstünə deyir, bir dənə deyir, xət çək, x çək. Qırsa bir budağı dost hisslənərək, o cənnət ağacı olsa da əl çək. Yəni deyir, sənin deyir, dostun deyir, hisslənib, əsəbidir da, indi baxma indi. Dostun deyir, birini deyir, vursa deyir, neyniyər? O deyir, dostun deyir, bir budağı deyir, vursa da neyləmə? O cənnət ağacı. Yəni ən qiymətli, baxçanda ən qiymətli ağacın olsa da neyləmə? Ona tərəf durma və ondan əl çək. Dostun əkdiyi gül olsa da tikən, çıxarıb yerindən onu atmasın. Hətta. Yəqin o dövrü deyir də, şair, indi belə şey mi var? Dostun deyir ki, əgər deyir, bir dənə deyir, gül yerinə deyir, tikan da deyir, əksə, indi bilirik ki, tikan indi biraz ziyan verici bitkidir də, onu deyir, çıxarıb deyir, heç vaxt deyir, yerindən deyir, atmasan. Qoy elə deyir, oradaca dursun. Haqq yolunda çalış, o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Daha sonra, bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Demək nə deyir? Deyir ki, haqq yolunda çalış, o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Yəni deyir ki, sən nə qədər deyir, haqq yolunu deyir, saxlasan da, haqq da səndə o qədər, haqq da səndən deməli nədir? O qədər deyir, tərəfdar ola bilər. Yəni ki, yəni haqq da deyir, sənin deyir, o qədər deyir, tərəfini saxlayar. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Yəni bir növ bəzi insanlar var da, indi böyükdür, bir növ elə indiki dövrümüzdə də belədir da, yaş cəhətdən də böyükdür. Baxırsan ki, kiçiklərə bir növ nə eləyir? Belə üstdən aşağı baxır. Burada şair nə deyir? Deyir ki, kiçik adam olsa, yəni adamın kiçikliyindən, böyüklüyündən deyir, fərq eləmir. Kiçik adam da deyir, olsa deyir, ona deyir, nəvaziş göstər və beləliklə də nə eləməz? Sənin böyüklüyün əlindən getməz. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Yəni deyir, nadan nədir? Nadan bir növ o cahil, gerdə qalmış, yəni pis adamı deyirlər. Nadan nədir? Pis adamdır da. Yəni bir adam deyir, pis adam deyir, səndən deyir, tərəfini deyir, saxlasa da, səndən razılıq etsə də, sən onun deyir, o tərifinə nə eləməyəsən? Aldanmayasan. Sən onu öydükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlu sanar. Kimi deyir? Nadanı deyir da. Deyir, sən də deyir, həmin deyir, nadanı deyir, övdükcə, yəni bir növ bizim var da, indi bizdə tutaq ki, bir pis adam gəlir səni tərifləyir, sən də deyirsən, əşik o şey olsun da, mən də onu tərifləyim. O da deyir ki, o adam deyir, səni deyir, tərifləsə də, sən onun deyir, razılığına deyir, aldanma. Və deyir, sən də deyir, onu deyir, tərifləyəcəksən, o zaman nə eləyəcək? O da deməli, o lovğalanacaq, özünü yoldaş yox, yəni dost yox, özünü birbaşa nəyin sanacaq sənin? Qohumun sanacaq, əmoğlun sanacaq. Daha boyun qoymaz şəx xidmətə, lovğalar yabancı olur hörmətə. Stüdyomuz izlək gəldi. Daha sonra. Daha boyun qoymaz o işə xidmətə, lovğalar yabancı olur hörmətə. Yəni nə deyir? Deyir ki, sən deyir, nə eləməzsən, onu deyir, tərifləyəcəksən, o lovğalanacaq, özünü də əmoğlu sanacaq və beləliklə nə eləyəcək? Bir növ ayağı yer alacaq, nə işləməyəcək, nə işə xidmətə boyun qoymayacaq. Çünki niyə? Lovğalar yabancı olar hörmətə. Bax uşaqlar, testdə belə bir sual düşə bilər. Məsələn, nadanlar tutaq ki, deyər ki, yabancı olur hörmətə. Xeyr, kimlərdir? Lovğalardır. Elə boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun, bir də ki, ürək. O bir növ adamlar var. Eydi, vərəm da kiri. Boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsa, bir də ki, ürək. Aha, nə deyir yəni? Yəni deyir ki, o kimsə deyir, boyun böyüklüyü deyir, yəni uzun boydur, yəni belə bir növ kaçokdur da, qaqam kaçokdur. O deyir, gərək deyil. Gərək olan nədir? Bir, hümmətdir, yəni hörmətdir, bir də nədir? Ürəkdir. Dünyada ağıl tək bir ustad varmı?
O bir qul yanında şagird olarmı? Deməli, dünyada ən böyük ustad nədir? Ağıldır. Ağıl qul yanında şagird olarmı? Xeyr. Sənətdə tək olsa bu xəqanidən gəlincə mənalı fikir eşitsən. Bir növ nə göstərir burada şair? Özünün fəxriyyəsini deyir də. Görürsüz? Deməli, şair burada özünə yer verirmi? Bəli, özünə də yer verir. Bir növ özünü tərifləyirmi? Bəli, özünün fəxriyyəsi də bunu saymaq olar. Aha. Sənətdə tək olan bu xəqanidən gəl incə mənalı fikir eşitsən. Yəni tək və yek olan deyir xəqanidən gəl bax bu yuxarıdakı fikirlərin hər birini nə elə? Sən eşit və dərk elə. Uşaqlar, indi bunu verərlər sizə. Deyirlər ki, bu fəxriyədir. Fəxriyə deyil. Niyə? Çünki fəxriyə qitənin növlərindən biridir. Bu şeirdə qitə janrında deyil. Başa düşdünüz? Sadəcə fəxriyənin məzmunundadır. Başa düşdünüz? Bir də burada bir qanuna uyğunsuzluq var. Biz deyirik ki, şair adətən adını, təxəllüsünü görürsüz, beytin sonunda verməlidir. Amma görürsünüz uşaqlar, burada sonuncu beytdən bir vahid əvvəldə, yəni sondan ikinci beytdə veribdir. Başa düşdünüz? Aha. Qorun pis adamdan anla ki onlar, əqrəb tək kör olar, ilan tək lal kar. Deməli, pis adamlar nə olar? Əqrəb tək kör olar, ilan tək nə olar? Lal və kar olar. Gəlin indi ümumilikdə şeirimizi bir daha başdan qoy bu vərəqi deyək, ondan sonra da bir daha başdan deyərik. Deməli, şair nə məsləhət görür gənclərə? Gənclərə deyir ki, dostu qovanları alma yanına. Niyə? Çünki deyir, daha sonra deyir, özün deyir, özünə deyir ağlayarsan. Dostun haqlı deyir, birini vursa deyir zinhar, haqlı olaraq deyir vursa, ona deyir, demək ki deyir, o layiqdir deyir. Ona deyir, havadar deyir olma, onun tərəfdarı olma. Elə? Aha. Daha sonra dostun deyir bir budağı deyir hisslənərək qırsa, o cənnət ağacı olsa da ondan əl çəkməlisən və dostun deyir əkdiyi tikanda olsa, onu nə edəcəksən? Onu deyir bir növ əzizləyib saxlayacaqsan, sulayacaqsan, nə bilim gözləyəcəksən ki bu tikan bir növ böyüsün, başa çatsın. Daha sonra başqa nə məsləhət görür? Deyir ki, nə qədər deyir böyük olsan da, bir kiçik adama nəvaziş etsən belə, yenə də nə olmaz? Yenə də sənin deyir böyüklüyün deyir əlindən getməz. Çünki deyir böyüklük deyir boy ölçüsü ilə, kaçokla, nə bilim trinajora getməklə olmur. Nə ilə olur? Ürək böyüklüyü olmalıdır insanda, hümbət böyüklüyü olmalıdır və daha sonra kimləri deməli deyir ki, kimlər deyir özünü deyir əmoğlu sanar? Kimlər? Kimlər idi? Nadanlar. Deyir, nadanların deyir, səni deyir, tərifləsə də nə eləmə, o tərifə deyir, aldanma. Çünki deyir, sən də deyir, onları deyir, tərifləsən, onlar da deyir, özünü deyir, yoldaş yox, əmoğlu sanacaq və eləcə də xeyr adam olsa heç belə. Daha sonra deyir ki, kimlər yabancı olacaq hörmətə? Lovğalar. Elə lovğalar deməli hörmətə yabancı olur. Daha sonra ağıl deyir dünyada nədir? Ağıl deyir dünyada ustaddır. Çox böyük bir ustaddır. O bir qul yanında şagird olarmı? Yox təbii ki. Daha sonra müəllif sonda müstəxəllisini verir? Xeyr. Sondakı beytdən bir vahid əvvəlki beytdə deməli nə edir? Öz təxəllüsünü verir. Müəllif özünü bir növ tərifləyirmi? Bəli, özünü sənətin ən böyük zirvəsi hesab eləyir. Pis adamlara aldanma. Niyə? Çünki onlar qul tək, əqrəb tək kör olur, ilan tək də lal kar. Gəlin bir də başdan deyək, başdan eləyək ki, mən adətən şagirdləri bu şəkildə öyrədirəm. Şeiri çalışın, əzbərləyin. Bax, ədəbiyyat elə bir şeydir, sən 3-cü qrupa gəlirsənsə, qoçaq, elə bir şeydir ki, sən bunların hər birini göz önündə almalısan, göz önündə bulundurmalısan. Ay nə bilim, özümdən nəyisə tutaq ki, artırım, elə bir şey olmamalıdır. Çünki sənə düşən konkret əsərlərdir və sən konkret orada nə eləməlisən? Orada deməli, yazılan şeylərin hər birini əzbərləməlisən, dərk eləməlisən. Nə ilənsə dərk eləməlisən. Başa düşdünüz? Aha. Deməli, əsərin əvvəlində müraciət varmı? Var. Əsərin sonunda müraciət varmı? Yoxdur. Baxın. Qorun pis adamdan anla ki onlar, əqrəb tək kör olar, ilan tək lal kar. Görürsünüz? Əqrəbin deməli, əsərin əvvəlində müraciət var. Başa düşdünüz? Okay. Daha sonra əsərin əvvəlində cavana müraciət olunurmu? Bəli. Əsərin əvvəlində nə deyir? Deyir ki, fitnə törətmə. Yəni aravuranlıq eləmə. Ey fitnəkar cavan. Çünki aravuranlıqdır eləyən, yəni dünyanı deyir, bir növ çərxini döndərən nədir? Aravuranlıqdır. Cana məlhəm olan nədir? Vəfadır, etibardır. Elə? Ancaq onu tarimar eləyən nədir? Fitnəkarlıqdır.
Oğurluq olan nədir? Hilədir. Daha sonra harda deyir ki, mənzil tut? Vəfa küçəsində. Niyə deyir mənzil tut Vəfa küçəsində? Çünki deyir ən yaxşı küçə Vəfa küçəsidir. Ya Vəfa mənzilidir. Daha sonra vəsiyyəti varmı şairin? Bəli, vəsiyyəti var. Vəsiyyətində nə deyir? Deyir ki, vəfa olma. Dostluğu deyir çoxmu elə? Xeyr. Deyir ki, bax bu sual testə düşmüşdü. Deyir şair deyir ki, dostluğu çox et. Çoxmu deyirik? Xeyr. Nə deyir? Deyir çalış az dostluq et. Etsən də əgər dostluqdan möhkəm ol, sözdə mötəbər, yəni sözdə bütöv ol. Daha sonra dostun deyir birini deyir haqlı vursa onu nə elə? Həmin o vurulan insana havadar mı çıx? Xeyr. Və yaxud da deyir onun qarşısında mı dur? Xeyr. Deyir ki, öz qardaşın belə olsa onun qarşısında deyir durma. Əsər hansı şəkildədir? Məsnəvi şəklindədir. Əsər hansı dildədir? Fars dilindədir. Lakin sonra tərcümə olunubdumu? Bəli, tərcümə olunubdur. Əsər neçənci əsrə nümunədir? 12-ci əsrə nümunədir. Başa düşdünüz? Aha. Daha sonra dostun deyir, əşliyi tikan da olsa onu qopartmı deyir? Xeyr. Deyir ki, dostun deyir, əşliyi deyir, tikan da olsa onu deyir, gül kimi deyir, əzizlə və ona bax. Dostun deyir, ən qiymətli ağacını qırsa nə ilə? Ona deyir qarşısında deyir durma deyir. O deyir cənnət ağacı olsa da onu deyir bir növ deyir ondan deyir əl çək. Daha sonra nadanlar haqqında fikir bildiribdimi? Bəli. Deyir ki, nadanları deyir tərifləmə, onlar pis insandır. Sən deyir onları deyir lovğaları deyirsən deyir lovğaları deyir təriflədikcə nadanları deyir təriflədikcə nə edəcək onlar? Onlar deyir özünü deyir yoldaş yox, əmoğlu sanacaq və eləcə də lovğalar nəyə yabancı olur? İşə və xidmətə yabancı olurlar. Əsərin sonunda şair öz təxəllüsünü bildirirmi? Xeyr. Bildirmir. Əsərin sonundan bir vahid əvvəlki beytdə bildirir. Ondan sonra əsərin sonunda nə deyir? Deyir ki, pis insanlardan uzaq dur. Çünki onlar əqrəb tək kör olurlar, ilan tək də lal-kər. Belə uşaqlar, ümidvaram, nəyisə öyrətdim, nəyisə başa salmağa çalışdım sizlərə. İnşallah gələn videolarımızda görüşərik. Sağ olun, Allah amanında.